Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcəridə 92, 91, 170 marşlarından 200 metr məsafədə şəxsi inşa olunmuş, demək olar hörmətli izləyicilər, 4 otaq yuxarıda, 2 otaqda aşağıda, 6 qarajlı bir həyət evimiz satışa çıxıb. Hörmətli izləyicilər, Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər izləyin, ev haqqında sizə məlumatlarımı verim. Evin qiymətini videonun son dəqiqələrində sizə təqdim edəcəm. Nəzərinizə çatdırım ev 1.75 sotun içində inşa olunub. 6 qaraj hissəsidir. Altında da otaqlar yaradıb, yayda zətdə oturub istirahət eləmək üçün. Burada da əl damı düzəldib, artıq əşyalar yığmaq üçün ev sahibi özü ustadır, özünə inşa elətdirdiyi bir evdir. Materiallar da burada, avadanlıqlar da buradadır, yığır burada. Bütün avadanlıqları özü bu hissəsindədir. Gördüyünüz kimi hörmətli izləyicilər, qaraj hissəsindən tanış olduq. Demək, burada kombinə təchiz olunub, gördüyünüz kimi. Yenə də burada əldamı var, baloncat yığmaq üçün. Keçirik içəri. Girən kimi dəhliz simdi aşağıda. Burada ev sahibi bir mətbəx yaradıb. Burada bir mətbəx yaradıb, gördüyünüz kimi. Yayda zətdə oturmaq üçün belə bir şərait yaradıb. Qranit mərmərdən buranı yığıb, görürsünüz hörmətli izləyicilər, qəşəng səliqə ilə düzəltdirib. Buradan qaraja giriş hissəsidir, giriş-çıxış hissəsidir, qapı qoyub buradan ev sahibi. Burada da yenə oturmaq üçün belə bir zalı var burada. Burada düzdündə elə işıqlandırılmayıb, işıq yoxdur, bu çatırı. Amma hal-hazırda bax, burada da belə bir yeri var, görürsünüz hörmətli izləyicilər. Buranı da götür. Bu hissəsi də aşağıdakı sanuzeldir. Düzdür, bura təmirsizdir. Amma yenə də işlə vəziyyətdədir. Keçən də evin yuxarı hissəsindən tanış olaq. Əsas evin əsas hissəsi. Bu sadəcə köməkçi otaqlar sayılır. Bunu nəzərinizə çatdırım. Giriş darvazasıdır. Giriş darvazadır. Görürsünüz hörmətli izləyicilər. Maşın rahat girir, qarajda daxil ola bilər. Burada da 2 dənə rahat maşın saxlaya bilərsiniz. Ayrıca qarajı da. Evin yan tərəfləri hamısı açıqdır, havalanma tam uyğundur. Böyründə də yeri var, paltar sərmək üçün. Belə bir şəraiti var. Orada da yenə bir əl damısı var. Keçən də evin yuxarısı ilə tanış olaq. Əsas yuxarıdır. Yenə qeyd edirəm, hörmətli izləyicilər. Evi ev sahibi özünə tikib usta evidir. Şəxsi inşa olunmuş bir evdir. Keçən də evin içi ilə tanış olaq. Burada balkon hissəsidir, havalı mağazadır, oturmaq olar. Keçən evin içi ilə tanış olaq. Girən kimi dəhliz hissəsidir. Dəhliz hardasa 2 metr rahat var. Sol tərəfdə mətbəxdir. Mətbəx hardasa 14-15 kvadratı olar. Nəzərinizə çatdırım. Bura demək betonlu stipoldu, ayaq altısı. Bütün evlərdə olduğu kimi mətbəx mebeli evin içində qalacaq. Ayaqqabı suyun. Havza bir suyun. Hörmətli izləyicilər, demək, burada qonaq otağıdır. 4-ün ardısı 6, 24 kvadrat. Pəncərə söz həyətinə baxır, geniş pəncərədir. Nəzərinizə çatdırım, hörmətli izləyicilər. Oradan çək bəyəndə götür, təmiz qoy. Genişlik göz qabağında olsun. Bir yataq otağı burada. 9-10 kvadrat olar, 3-ün 3-ə. Pəncərəsi tam rahat hava düşür evin içinə. Gördüyünüz kimi hörmətli izləyicilər. Bir yataq otağı da buradadır. Hardasa 15 kvadrat, 14-15 kvadrat olar. Buranın da pəncərəsindən tam rahat evin içinə işıq düşür. Heç bir maniyə yoxdur. 14-15 kvadrat da buradadır. Sonda ən 4-cü otaq buradadır. Hörmətli izləyicilər. Bu da hardasa 10-12 kvadrat olar. Əslində 2 otaqlar balaca olur, bir otaq böyük olur. Hörmətli qız oğlan uşaqlarda 2 otaq ayrıca uşaq otaqları olur. Biraz balaca olur onlar ki, qız oğlanlar üçün ayırmaq üçün. Burada da bax, görürsünüz, evdə kurqabı qoşa daşdır, kombi sistemindən təchiz olunub. Gördüyünüz kimi böyrü də açıldı hamısı. Sonda
sanuzel hissəsidir. Burada gördüyünüz kimi hörmətli izləyicilər, bax aksesuarlar zət hamısı qoyulub timeri qaydasında. Hörmətli izləyicilər, nəzərinizə yenə çatdırıram. Ev 92, 91, 170 marşlarından 200 metr məsafədə, yola yaxın ərazidə yerləşir. Ev şəxsi evdir, usta ev sahibi ustadır, özü inşa etdirib evi, sənədi bələdiyyədir, 1.75 sotun içində inşa olunub, qiyməti 125 min start qiymətdir. Real alıcısı indirim olmağına olacaq, birbaşa sahibi ilə görüşəcəksiniz. Son söz hörmətli izləyicilər, ev sahibi deyəcək. Bəyənməyi unutmayın, abunə olmağı unutmayın. Kodlaşdırmanı, kodu götürün, mütləq ki, zəng vuran zaman mütləq kodu götürün ki, bütün məlumatları sizə dəqiq verək, hörmətli izləyicilər. Sona qədər izlədiyiniz üçün də təşəkkür edirik. Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Allah alan da xeyir versin, Allah satana da. Amin.